Suraxanı rayon icra hakimiyyətinin başçısı yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib. Suraxanı rayon icra hakimiyyətinin başçısı yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül Axundova, məsul katibi Asəf Əmrahov, komissiyanın psixoloqu Vəfa Qüdrətli və komissiyanın üzvü Nuranə Yahyayeva Buzovna qəsəbəsində yerləşən Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı mərkəzin rəhbəri Kəmalə Aşırova ilə görüş keçirilib. Görüşdə müəssisənin fəaliyyəti, həssas həyat şəraitində olan uşaqlara göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri, uşaqların müdafiəsi və cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Komissiya üzvləri mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olaraq göstərilən xidmətləri yüksək qiymətləndiriblər. Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunaraq müasir standartlara uyğun şəkildə istifadəyə verilib. Bugün mərkəz çətin həyat şəraitində olan uşaqlara təhlükəsiz mühit, sosial, psixoloji və reabilitasiya xidmətləri təqdim etməklə onların sağlam inkişafına, hüquqlarının qorunmasına və cəmiyyətə uğurlu inteqrasiyasına mühüm töhfə verir. Görüş zamanı uşaqların hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə maarifləndirici tədbirlərin və sosial layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıblar.